Salam yoldaşlar, ben bugün Roland Barthes'in bir konsepsiyası hakkında danışacağım. Göre bu, birinci Roland Barthes kimdi? Bize göre kimdi? İndi Roland Barthes'ı biraz googling eləyəndə ortaya şeyler çıxır, məlumatlar çıxır. Yaxşı olar ki, biz özümüz Roland Barthes'ı bizim üçün kimdir onu bir iki cümlə ilə izah eləyək. Roland Barthes ədəbiyyatçı şəxsiyyətinə əlavə həm də antifaşist müdafiə qrupunun qurucularından biridir tələbəlik illərində və o yaradıcılığı boyu Brecht nəzəriyyəsinin aktiv təbliğatçısıdır və onun belə bir konsepsiyası, fikri var. Bu mətndən həzz anlayışıdır. Biz danışacağıq, amma görə hansı kitaba isnad edir bu? Korkmaz Quliyevin və Ülviyə Rəhimovanın kitabıdır. Burada Roland Barthes haqqında maraqlı ön söz var, yadı var. Arxasınca da məşhur mətndən həzz məqaləsinin tərcüməsi var. İndi əldə edib oxuyanlar olar. Əldə edib oxumaq mümkündür, düzdür. Kitab gec tapılan kitabdır, dərslik kimi istifadə olunur. Mən universitetin özündən almışdım. Demək bu nədir? Nədir bu? Mətndən həzz. Onu gəl bir cümlə ilə, bir neçə cümlə ilə müəllifin öz dilindən izah eləyək. Çünki biraz qarışıqlıq yarana bilər biz onu şərh eləsək. Öz idrakımız səviyyəsində. Əhəmiyyətlisi, yaxşısı, nümunəvisi o olar ki, biz müəllifin öz dilindən oxuyaq, amma əvvəlcə tapaq görək mətndən həzz hansı səhifələrdədir. Baxaq görək bizim marksist Roland Barthes nə deyir? Roland Barthes deyir ki, mətn həzz bizi başdan ayağa bürüyən, euforiya doğuran, məmnunluq gətirən mətindir. O mədəniyyətdən irəli gəlir, ondan ayrılmır və rahat oxu praktikası ilə bağlıdır. Buna diqqət edin. Mətn həzz, pərişanlıq, diskomfortluq hissi yaradan mətn. O oxucunun tarixi, mədəni, psixoloji özülünü, onun gündəlik zövqlərini, dəyərlərini, xatirəsini sarsıdır. Onun dilə münasibətində böhran yaradır. İndi niyə bunu xatırladıq? Çünki mən son vaxtlar oxuduğum bütün mətnlərdə, bütün kitablarda bu həmin mətndən həzz hissini qavramağa çalışıram. Hətta bu barədə müzakirə olunanda da mən hər dəfə deyirəm ki, mətndən həzz yaxşı olar ki, daha doğrusu mətndən həzz ana dilindəki mətndən doğulur. Yəni oxucu üçün ha. Amma hərdən istisnalar olur. Hərdən istisnalar olur. Bu istisnalar elə əcaib müəlliflərdən peyda olur. Bax, bu əcaib müəlliflərdən biri də Thomas Wolfe'dur. Mən onun Evinə bax Mələk romanını son vaxtlar mütaliə edirəm. Bax, orada mənim üçün mətndən həzz anlayışı peyda oldu. Halbuki mən deyirdim ki, bu ana dilində olsa daha səhih olar. Ancaq xarici dildə də çıxır. Tərcüməçi Nadir Qocabəylinindir. Nadir Qocabəyli məni Facebookda bloklayıb. Ona görə özünü sadəcə hörmət xatirinə adını çəkirəm. Yəqin ki, qabağına çıxmaz, amma hər bir halda deyək. Nədir bu? Məndə oyadılan mətndən həzzin bu kitabda məndə oyatdığı təəssürat bax bu cümlədən peyda oldu. Baxaq görək nə deyir. Taxt tacın varisi dünyaya bütün qabiliyyətlərlə, ləvazimatlarla, vintlərlə, kranlarla, ventillərlə, qarmaqlarla, gözlərlə, dırnaqlarla gəlmişdi. Bunlar enerji, təzyiq və rəqabət dolu bu dünyada zahiri görünüşün tamlığı, hisslərin harmoniyası, təəssüratların birliyi üçün zəruri sayılırlar. O, bax balaca olsa da mükəmməl kişidir. Gələcəkdə nəhəng ağaca çevriləcək xırda palıd qozası idi. Bütün əsrlərin davamçısı idi. Gerçəkləşməyən şan şöhrətin varisi idi. Tərəqqi övladı idi. Yenicə başlayan qızıl ətrin ərköyün uşağı idi. Bütün bunlarla yanaşı ən başlıcası da tale idi. Tale pəriləri nəinki dövrün və ailənin bütün töhfələrinin az qala onu boğması ilə razılaşmış, hətta onu tərəqqinin yetişərək şan şöhrət və parıltıdan partladığı anadək qorumuş. Belə, bax, bir nəzəriyyə, bir konsepsiya oxuyursan və onu bədii mətndə özün üçün aşkarlayanda sevinirsən. Belədir, həyatın mənası yəqin ki, bunlardadır.